Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Prosesdə iştirak edən müxtəlif dövlət qurumlarındakı fərqli dataların bir sistemə toplanması üçün alt qrup yaradılıb. Bu barədə alt qrupun ilk görüşündə məlumat verilib. Vurğulanıb ki, növbəti il sistemin yaradılması ilə bağlı müsbət nəticənin əldə olunması üçün dövlət qurumları fəaliyyətlərini intensivləşdirəcək. Əsas məqsəd dövlət qurumlarının tərəfindən ayrı-ayrılıqda rəqəmsallaşma istiqamətində atılan addımlar ümumi bir görülən bir çərçivəyə gətirilsin, bir platformaya gətirilsin və bu iş ümumi rəqəmsallaşma prosesinə töhfə versin. Bu baxımdan dövlət qurumları arasında sıx koordinasiya çox vacibdir. Bizim də əsas məqsədimiz bugünkü bu alt qrupun deməli yaradılmasında əsas məqsəd bu koordinasiyanı təmin etməkdir. Qurulacaq sistem həm kommunal xidmətlərə əlçatanlıq, həm kommunal xidmətlər sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi ilə bağlı məlumatlara çıxış və məlumat emalı prosesinin rəqəmsallaşmasına imkan yaradacaq. Bizim bu alt qrupu məhz bu ilin yekununda və növbəti ilin başlanğıc mərhələsində keçirmədə məqsədimiz odur ki, biz artıq 2025-ci il üçün çox ciddi bir əməliyyat sənədi artıq hazırlamalıyıq ki, yol xəritəsi əsasında biz optimal resurslarla mövcud əldə olunmuş nailiyyətlərin bazasında, amma perspektivə söykənən və qısa müddətdə nəticəyə əldə etməyə imkan verən bir yol xəritəsi formalaşdırmalıyıq.